4 noyabr tarixində Beynəlxalq İctimai Hərəkatı Allatra İtaliyanın Rimini şəhərində keçirilən Ecomondo 2025 beynəlxalq sərgisinin birinci günündə iştirak etdi. Artıq 28-ci dəfə keçirilən bu əlamətdar tədbir yeni alyansların qurulması, imkanların araşdırılması və dayanıqlı gələcəyin formalaşdırılması üçün qlobal platforma rolunu oynayır. Praktiki workshoplardan tutmuş, dövrü iqtisadiyyat liderləri ilə müzakirə panellərinədək hər bir iştirakçı ilham almaq, öyrənmək və planetimizin transformasiyasına töhfə vermək imkanı əldə edir. Ecomondo ekoloji, energetika, təkrar emal və resursların idarə olunması sahələrində konkret həllərin müzakirəsi üçün şirkətləri, qurumları və tədqiqatçıları birləşdirir. Bugün biz görkəmli iştirakçılarla müsahibələr apardıq. Paolo Sentiloni, sabiq baş nazir, BMT-nin borc böhranı üzrə işçi qrupunun həmsədri, Michele De Pascali, Emilia-Romanya regionunun prezidenti, Lucrezia Reichlin, London Biznes Məktəbinin iqtisadiyyat professoru, eləcə də yaşıl keçidin gələcəyini formalaşdıran digər ekspertlərlə birlikdə. Tam müsahibələri sosial platformalarımızda izləyin, paylaşın, şərh yazın və bizimlə birlikdə ilham alın.